Servisə bir dənə saat gətirmişdilər. Saatın içində qəlpə var idi. Hansı ki bu insan müharibədə yanında qəlpə partlayıb, həmin qəlpə gəlib girib Madmasterə. 10 illik batareya ömrü olacaq, 10 metr hündürlükdən düşsə qırılmayacaq və 10 bar suya davamlı olacaq. Və orada nə görə rezin toplarından uşaqlar oynayırlar və top yerə dəydi, səthi pozulsa da təzədən öz formasına qayıdır. Heç bir şəkildə zərər dəymir. O fikirləşir ki, yəni saatın içində olan mexanizmi çöldə korpusun səthinə yapışdırmaqdansa onu hava boşluğunda içində buraxsam o qırılmaz deyir və gəlir yoxlar. Hətta bu gün isə keçən buraxılışda dediyimiz kimi Casio-dan yox, daha çox Casio-nun xüsusi xətti olan G-Shock'dan danışacağıq. və insanlar inanmır. Yəni niyə alaq bunu? Bu yalandır və onlar başlayır canlı yayın üzrə. Reklama birinci inanırlar, ondan sonra təbii ki, canlı yayın üzrə də başlayır xokkeyçi bunu oynamağa və bundan sonra inanırlar. Həqiqətən çox alırlar ki, şok modelini. Əqrəb hərəkət eləyir, təzədən təkrar yerinə qayıdır. Və bu da onun daha belə deyərdim, uzun ömürlü və davamlı olmasını gətirib çıxardır. Saatımız onu göstərir. Deməli, bizim proyektin yeni buraxılışının onlayn olma vaxtıdır. Bugünkü buraxılışımızda da yenə mən və Fatimədir. Salam. Bu səfər salamlamağı özünə avtomatik. Mən gözləmədim səni eləməyə ki, Fatimə sizdən salamla deməyinə. Bugünkü mövzumuz keçən dəfə Fatimə ilə Casio ətrafında bir müzakirə elədik. Bacardığımız qədər sizə maksimum məlumat verdik, verməyə çalışdıq. Əgər nəsə var idisə məlumatı yadımızdan çıxan ola bilər. Onları əlbəttə ki, şərhlərdə bizə bildirməyi unutmursunuz. Çünki sizin bütün rəylərinizi oxuyuruq və çox da şad oluruq ki, bizimlə bir əlaqəyə keçib fikirlərinizi bildirdiyinizdə. Bizim üçün dəyərlidir geri dönüşlər. Geri dönüşlər çox dəyərlidir bizim üçün. Bugün isə keçən buraxılışda dediyimiz kimi Casio-dan yox, daha çox Casio-nun xüsusi xətti olan G-Shock'dan danışacağıq. Salam Fatimə bir daha. Salam. İstərdim bizə birinci elə giriş olaraq necə ki Casio-nun tarixindən giriş elədik. Bunu da giriş eləyək G-Shock'dan. Casio şirkətini nə vadar elədi ki, onlar belə bir xüsusi xətt eləsinlər? Casio şirkəti G-Shock'u yaratmadı. Casio-da işləyən mühəndis İB bu fikri irəli sürdü və bunu yaratmaq istədi. Səbəbi də var idi. İB məzun olanda atası ona tanınmış bir brenddən saat hədiyyə eləmişdi. Sadəcə İB-nin diqqətsizliyi nəticəsində bu saat qırılmışdı və təbii ki, bu onun üçün dəyərli idi. Çünki atasından olan bir hədiyyə idi. O diqqətsizliyi nətər olmuşdu? Onu tam dəqiq bilmirəm. Toqquşmuşdular, şeydən keçəndə elə bir yol keçəndə, belə deyim, piyada keçidində xanımla dəyir qollar bir-birinə və səfərimizə xanımın qolbağına dəyir, yoxsa xanımın saatına dəyir, belə bir hadisə olur orada ki, saat dəyir və zərbə alır, düşür yerə, daha ciddi zərbələr alır. Bu verilişdə mən də məlumat verirəm. Bəzən mən Abbasdan öyrənirəm, bəzən Abbas məndən. Sonra o qərara gəlir ki, mən elə bir saat yaradacağam ki, o qırılmasın. 1981-ci ildə bu fikir irəli sürür ki, yaratmaq istəyirəm. Cəmi 3 nəfərdən olan komanda qurur özü. Belə deyək də, Casio şirkəti 2 dənə də dost verdi buna ki, gedin 3 nəfər qəşəng ideyadır, zordur, get yarat bunu. Nəysə. Onlar bu adını qoydular Team TAV və başladılar 2 il. 1981-ci ildə bəri 2 il bunun üzərində işləməyə. Özünə triple 10 kimi belə 3 ədəd bir məqsəd qoymuşdular. Hədəf qoydular da özlərinə ki. 10 illik batareya ömrü olacaq, 10 metr hündürlükdən düşsə qırılmayacaq və 10 bar suya davamlı olacaq. Başladılar bunun üzərində işləməyə. 200-dən çox prototip yaratdılar onlar, davamlı yoxladılar. Batareya ömrü olurdu, suya davamlı olurdu, lakin 3-cü mərtəbədən 10 metr hündürlüyünə yerə atdıqda saat qırılırdı. Özü gəlib səfərimizə ofisin pəncərəsindən atırdılar bunu belə ki, bir dənə yoxlasınlar ki. Saat qırılırdı, yəni 200-dən çox təsəvvürlə prototip saat hazırladılar. Ki müddətində bunlar 3 nəfər bunun üstündə işlədilər sadəcə olaraq. Saat qırılırdı və bu Evrika oldu belə. İbo oturdu ki, Evrika mən tapdım. Tamamilə bir dönüş nöqtəsi idi onda ki, yəni mən eləmirəm, alınmır, istəmirəm. Parkda oturub bunu fikirləşirdi ki, necə deyə bilərəm ki, alınmır. Və orada nə görə rezin toplarından uşaqlar oynayırlar və top yerə dəydi, səthi
pozulsa da təzədən öz formasına qayıdır. Heç bir şəkildə zərər dəymir. O fikirləşir ki, yəni saatın içində olan mexanizmi çöldə korpusun səthinə yapışdırmaqdansa onu hava boşluğunda içində buraxsam o qırılmaz deyir və gəlir yoxlayır. Hətta şəkilləri var o topun içində, onları əlavə eləyərik. Onu yoxlayırlar və həqiqətən atanda artıq saat şey olmur, qırılmır. Topun içində yoxlayırlar da o topun içində yoxlayırlar. Aha, qırılmır saat. Olduğu kimi də düşür və heç bir şey olmur. Mexanizm heç bir şey olmur. Evrika mən tapdım. Və gəlir, istəyirlər artıq 1983-cü ildə ilk G-Shock DW5000-sini onlar istehsal edirlər. Amma lakin belə bir sual var idi. İnsanlar bu saatı niyə alsın? Normal. Necə PR eləsin ki, bu saat niyə alsın? Onlar Amerikalı bir hokey oyuncusundan 90-cı illərdə elə 80-90 arasında hokey idmançısı ilə bir əməkdaşlıq eləyirlər. Bir video paylaşırlar. O hansı ki, xokeydə oynadıqları oynayan o adını bilmədiyi bilən varsa onu da kommentarda qeyd edir. Ona vuraraq topunu oynayır. belə deyir, yəni. Hə, topuna vuraraq oynayır və heç bir şey olmur. Saat istifadə edirlər. Saat istifadə edirlər, bəli. Və insanlar inanmır. Yəni niyə alaq bunu? Bu yalandır və onlar başlayır canlı yayın üzrə. Reklama birinci inanırlar, ondan sonra təbii ki, canlı yayın üzrə də başlayır hokeyçi bunu oynamağa və bundan sonra inanırlar, həqiqətən çox alırlar G-Shock modelini və ondan sonra artıq digər modelləri istehsal etməyə davam edirlər. Elə dediyimiz kimi də həmişə biz markaların belə deyək, PR tərəfini danışanda ki, elə markalar var PR tərəfini istifadə edir, elə markalar var PR-a az belə deyərdim önəm verir. Amma məsələn Casio markası G-Shockda PR-a çox önəm verir. Çünki 90-cı illərdə belə deyərdim də tam zirvə oldu da G-Shock özünə yer elədi bazarda. Onun da səbəblərindən biri o idi ki, çox güclü PR olurdu. Və həmçinin dayanmadan fərqli modellər istehsal eləyirdi. Fərqli modellərdən istehsal eləyirdi, güclü PR eləyirdi və çox qəşəng kollaborasiyalar eləyirdi. Məsələn, Eminemlə də çox güclü kollaborasiyası oldu və həm modeldə partladı, həm Azərbaycan bazarında, həm qlobal bazarda partladı həm model. Deməli, hətta belə deyərdim, Eminemin ən belə sevimli saat markası da elə G-Shockdur. Bu, yəni kollaborasiya olduğuna görə yox da, belə deyərdim. Prosto sadəcə özü çox bəyəndiyinə görədir də bu modeli. Hətta mən belə bir eşitmişdim ki, Eminem G-Shock almaq istəyir. Pulunun qədərini bilmir. Öz menecerindən soruşur ki, mənim var büdcəm ki, mən özümə saat alım. O da deyir ki, sən mağazanı ala bilərsən. Yəni təkcə saat yox. Bilmirəm prosto, o məlumat məndə var. Prosto dəqiq bilmirəm ki, ondan sonra elə G-Shockla Eminem kollaborasiya elədi, yoxsa ondan daha əvvəl kollaborasiya eləyirdi. Amma böyük ehtimal ki, o məbləğlə söhbət ediblərsə, ola bilər ki, ondan daha əvvəl olub hadisə. Amma onu bilirəm ki, kollaborasiya olunmamışdan qabaq da Eminemin çox bəyəndiyi belə deyərdim də. Təkcə Eminem yox, rapdən idmanlar və daha çox hərbidə. Yəni təkcə Eminem yox, bütün rap dinləyiciləri, idman məşğul olanlar və ən çox da hərbiçilər istifadə edir. Çünki döyüş vaxtlarında o qədər dayanıqlı bir saat idi ki, heç bir şey olmurdu və sevimli idi. Hətta elə hərbidən söz düşmüşsən, bir şey deyim. Aprel döyüşlərində səhv eləmirəmsə, bizim bir dənə müştərimiz var idi, hansı ki, G-Shock'un Madmaster Master of xəttindən olan bir dənə model istifadə edirdi. Müharibə, düzdür, biz bunun çox da PR-ını eləmədik. Yəni istəmədik də, çox da bu məsələni belə deyərdik, qloballaşdıraq. Uzun illər keçib deyə üstündən, indi bunu belə deyim də deyirəm. Servisə bir dənə saat getmişdilər. Saatın içində qəlpə var idi. Hansı ki, bu insan müharibədə yanında qəlpə partlayıb, həmin qəlpə girib Madmaster'ın içinə və əgər qolunda saat olmasaydı həmin anda və ya başqa bir saat olsaydı bəlkə də həmin insan, belə deyərdim də, əlini itirə bilərdi. Saat onun məsəl üçün qoruyub. Yəni, siz dözümün fikirləşin də bu modelin ki, qəlpə gəlib dəyir və saatın içində idi qəlpə, qalmışdı orada. Əgər saat olmasaydı həmin insan biləyin itirəc idi. Yəni, bu bizim real gördüyümüz bir şeydir. Yəni, hər hansı bir deyərdim kinoda və yəni, hər hansı bir PR kampaniyası deyildi və biz də bundan PR eləmədik. PR olaraq istifadə eləmədik çox da bunu. Düzdür, xəbərlər saytlarda falan paylaşmışdılar. Amma yəni biz dedik ki, bizim adımız hallanmasın da, yəni bu məsələlərdə və əlbəttə ki, biz
çünki istəsəydik belə bilirdik ki, verməyəcək o saatı bizə, yoxsa onu belə qoya bilərdik də. Təzəsini verir saat bizə. Hə, təzəsini verdi amma əlbəttə ki, onu təzə saatla dəyişdi. O saatda qaldı özündə. Bundan əlavə şey olaraq da, yəni belə deyim, taktik saat olaraq və ya buna tool watch da deyə bilərsiniz olaraq G-Shock, yəni ona görə əfsanəvidir. Deyərdim ki, düzdür, PR tərəfi kömək oldu 90-cı illərdə. Çünki həddindən artıq çox kinolarda istifadə olundu, fantastik kinolarda çox istifadə olundu, hərbi temalı kinolarda çox istifadə olundu. Amma məsələn, istifadə olunsaydı, PR olunsaydı sırf kinolarda, amma nəticə etibarilə alan insanlar bunu bu formada yoxlamasaydılar, bəlkə də bu qədər uğurlu olmayacaqdı. Mənim məsələn şəxsən özüm də Madmaster istifadə edirəm. Onu mən dağlara yoxlamışam, meşələrə yoxlamışam, çaylara yoxlamışam. Yəni çimə biləcəyim, belə deyərdim, üzə biləcəyim hər su hövzəsində çimmişəm həmin saatla. İndiyə kimi də heç bir həqiqətən dözümlüdür. Dözümlü sözsüz elə bizim crash testlər də var bununla bağlı və YouTube kanalında. Nahidlə fındıq sındırırdı. Hə, biz ona fındıq sındırma. Hətta Nahid bizim servis ustamızdır. Onunla bizim bir dənə videomuz var idi ki, şey deyirik. Belə çilədə oynayırıq da, uşaqlarla oynayırdıq, çilədə. Top əvəzi oynanılır, fındıq sındırılır. Hər cür istifadə edə bilərsiniz. Hər şey. Belə deyərdim də, o şey söhbət, loru dildə belə bir dənə məsələ var, belə arı sözü olaraq da sənə vurub satlası məhsul dilləri ki, buna sənə vurub satırsan da, yəni ki, rahatsan da. Heç nə olmur da. Düzdür, bizim əlimizdəki bütün markalar keyfiyyətinə söz ola bilməz. Həmişə biz zaten o mövzuda çox seçici davranırıq, hər marka ilə işləmirik. Bizi belə Instagramdan falan izləsəniz görərsiniz ki, bir çox markalarla əməkdaşlıq edirik, görüşlərimiz olur, xətirlərini istəyirik. Amma məsəl üçün bir deyim var da, hər insanla məsələn ola bilər ki, insan yaxşı insandır, amma sən onu dostluq eləmirsən də, belə bir dənə məsələ var. Hər yaxşı insanla dostluq eləsən ki, saat markalarında bizə çox əla, çox gözəl saat markaları var. Onlarla dostluq eləyirik biz, amma onların belə deyim, distribusiyasını götürüb Azərbaycanda satışını təşkil eləmirik. Çünki bizim də bir belə deyərim də sərhədlərimiz var və öz prinsiplərimiz var. Ona görə bizim üçün yapanlar necə keyfiyyətə önəm verirsə, biz də çalışırıq keyfiyyətə önəm verək. Ona görə də hər saat markasından belə deyərim də işləmirik. G-Shock'un amma yəni əlimizdə olan saat markalarının içində dözümlülükdən söhbət gedirsə, G-Shock gəlir. G-Shock yəni hətta adındakı o G-Shock'un mənası məsəl üçün bilməm gravitasiya şoku deməkdir. Yəni gravitasiyaya meydan oxuyur da, yəni bu mənanı verir. Yəni gəl qaldığımız yerdən istəyirsən davam eləyək. Saatı yaratdı, DW5000-ni yaratdı, çox sevildi, PR olundu və başladı digər modellər yaratmağa. Ondan sonra da sevərək taxdığımız 5600 modelini istifadə elədi. Elə 5000W-yə oxşuyurdu, çox oxşuyurdu. Hətta qolumda onun bir fərqli formasını taxmışam. Qolundakı model bu arada çox belə super modeli idi. Çünki əlavə səfərlərimizə o şeylə gəldi də, kəmərlə. 3 ədəd kəmər korpusu ilə gəldi. Stokumuza qalıb ondan yoxsa? Məncə yox. Məncə yox. Çünki o da çox sürətlə çıxır. Çünki belə deyim də, hətta tükəndi, biz yazdıq səsinə ki var, göndərdilər. Yaxşı göndərdilər. Çünki çox vaxt necə olur? Hər hansı bir model wow effekt yaradır. Biz onu deyirik ki, bunu göndərin, amma təəssüf ki, ön sifarişləri olur ya başqa ölkədən daha iri həcmli şirkət sifarişlər olur deyə bəzən olur belə sifarişlərimiz axsayır. Amma bacardığımız qədər maksimum dərəcədə biz çalışırıq ki, elə baxsaz da fikir verə bilərsiniz. Məsələn, Coca-Cola ilə olan kollaborasiya modeli var bir dənə. Səhv eləmirəmsə Coca-Cola-nın 140-cı ilinə özəl. Amma bilmirəm, onda stokda qalıb yoxsa qalıb. Çoxunu öz sifarişə yazmışıq biz. Mən soruşdum ki, varsa bir dənə qalsın. Yəni onu biz şey eləyə bilməm. Yəni dediyim kimi bizlə belə əlaqədə olsanız da belə deyərdim, WhatsApp üzərindən, Instagram üzərindən bron eləməyə sifariş bron eləyə bilərsiniz elə modellər. Çünki o tip modellər gəlir və yerində belə deyərdim. Həm limitli saydadır, həm əməkdaşlıq modeli. Yəni məsələn Cola ilə olan kollaborasiya məncə çox qəşəng bir ideyadır. Çünki dizayn da qəşəngdir. Düz bəzi kollaborasiya modelləri var ki, açıq dizayn. Qutusunun dizaynı olsun. Amma məsələn onun o yaşılı var, hansı ki, ənənəvi kola butulkasının belə deyərdim də yaşıllımtıl rənginə uyğunlaşdırıblar modeldə. Skeleton modeldə 2100-dan şəklində əlavə eləyərik. Bir dənə qalıb. Kimsə bəxtinə düşsə. Mən daha çox qutusunu bəyəndim.
Mən özüm də bəyəndim. Tək qutusu yox. Qəşəng. Özü də belə qəşəng qutusu çox Düz qəşəng. bəzən olur ki, şokda belə çox belə fərqli rənglər istehsal eləyir. Hansı ki, baxırsan ki, bunun Siferblat olsun. bizdə biraz satışı zəif gedir zət, amma canavar modellər. canavar modellər məsələn düzdür, onun da satışı oldu, amma məsələn də digər modellərə baxanda nisbətən biraz zəif oldu. Crazy Eyes kolleksiyası biz onu prosta Məncə o modellərin arxasında tarix var idi. Sözsüz. Hətta biz linkini əlavə eləyərik, paylaşmışıq onun linkini bura. O modellərin video çarxı var. Yaponlar çəkib o video çarxı. Necədir? Masanın üstünə köhnə qutu açılır. Masanın üstündə hardasa 90-80-ci illərin içindən top çıxır edir. Üstünə 1983 yazılır. Şokun ilk yaranma tarixi G yazılır. İçindən top çıxır, top düşür. Artıq bir top orada canavara mı, bir Evelyn'a mı dönüşür? Yəni bir belə deyəndə Among Us. Among Us-a da bənzəyir. Oxşuyur. Bir varlığa çevrilir. Varlıq sonra o DJ olur, sonra skate sürür. Fərqli bir şey olur və bir növ belə deyim də, Şokun ambasadorlarını özündə cəmləşdirən bir xarakterə çevrilir. Bəli. Və həqiqətən biz görüşlərdə, treninqlərdə, seminarlarda bu haqqda danışanda, videonu göstərəndə, sahada baxanda insanlar sahada ilk baxışda bir qəribə gəlir. Çox futuristik modeldir. Dizaynı çox belə. Çox fərqlidir, amma hamının taxa bilməsi. Tarixini və mən bu sözümü üzr istəmirəm, bəyəniblər. Bu Pro-Trek videosunda demişdim ki, hamının taxa bilməyəcəyi model. Bu nəyə görə deyirəm mən? Yəni taxa bilməyəcəyim, çünki zövqlər müxtəlifdir. Bu saatlarda yəni hər kəsin zövqündə olmur da. Bunu biz satışlarından da bunu bilirik ki, hansı model məsəl üçün təbii ki, zövqlər fərqlidir. Azərbaycandakı insanların xarakterinə uyğundur məsəl üçün, o partlayır əlbəttə ki. O modeli bilən Vüqar çox sevir. O çox sevir. Vüqar sənə də salam olsun. Salamlar. Vüqarla çəkmişdik biz də onun Azərbaycanda çox belə super video almış. Bu qələmlə olan video. Bu qələmlə olan video əla video idi. Qorxa. Tutmuşdum onu. Amma video bombaydı. Saat özü bomba. O məsəl qara rəngi zordur. Qara rəngini taxıram. Mən daha çox o silver olanı çox bəyənirəm. Silver olanda çox belə şeydir. Elə bilirsən bu konkret şey Marsdan zadan düşüb də bir dəqiqə. Çox qəşəngdir yəni. Yəni əslində kolleksiya yığanlar üçün çox fərqli idi. Yəni kolleksiya yığan hamının bir kolleksiyasında, yəni Cuşok kolleksiyası varsa o orada olmalıdır. Həm tarixi olaraq, həm futuristik olaraq, həm də digər bütün keçmişdəki Cuşoklara baxsaq ən çox fərqlənən modellərdən biridir. Bu texniki tərəfdən də bir şey deyim. Biz istəyirik ki, bu videoda kolleksiyalara çox girməyək, hətta girmişiksə içinə bir dənə şey deyim. O modellərdə dizaynla əlavə bir dənə təzə funksiya əlavə eləmişdilər. O funksiya nə idi? Əqrəblərə necəsə maqnitasiya belə bir şey eləmişdilər. O videosu da var. İndi burada verərəm o videonu da montajda əlavə olunar. Saat yerə dəydikdə normalda saniyə əqrəblər belə şey olur da. Yəni maksimum çalışır əqrəb ki, yerində saxlasın da özünü. Və bu da zədələnməyə gətirib çıxardır əqrəblərdən. Bu saatda necədir? Bu saatda zərbə aldıqda əqrəb hərəkət eləyir. Hərəkət eləyib təzədən təkrar yerinə qayıdır. Və bu da onun daha belə deyərdim, uzun ömürlü və davamlı olmasını gətirib çıxardır. Bir də ki, belə deyərdim, Şokun bir dənə belə deyərdim, kolleksiyası deməyim buna, belə deyərdim də core modelləri var hansı ki, əlbəttə ki, istər kollaborasiya olsun, istər limitli model olsun, bu modellərin üzündən eləyirik. Bu modellərə də biz nə deyirik? Iconic Style. Iconic Style 4 modeldən ibarət bir kolleksiyadır. Və o modellər istehsal olunduğu tarixdən bəri ilk istehsal olunan modellər sırasındadır. Yəni 5000-si istehsal olundu, sonra 5600, 5000-si ilə 5600 arasında fərqli rənglər var idi. 5600, G5600, G6900 istehsal. 6900 da bu arada partlatdı. Düzdür, Azərbaycan bazarında ən çox sevdiyi saat da elə oldu. Biraz belədir, amma qlobalda, əslində Amerika bazarında birinci yerdə 6900 oldu. 5600 və 6900 arasında da rəng fərqləri ilə saatlar istehsal olundu və sonda 21110 və 21000 bunlar istehsal olunduğu tarixdən bəri indiki tarixə qədər ən çox satılan, stokları ən tez qutaran modellərdir. Ona görə dayanmada istehsal və hər bir modelin özünün bir funksiyası və ayrı bir ötürdüyü mesaj var. Mən təklif eləyərdim ki, gəl bu yeni bir video təklifi, gəl Iconic Style haqqında bir fərqli bir video eləyək. Olar, əla fikirdir. Biz onun stendini gətirərik, saatların özünü gətirərik, göstərərək danışarıq. Çünki biz Iconic Style haqqında sən özün bilirsən, tədbirlər eləmişik, seminarlar təşkil edirik. Desə ki, çox uzun məsələdir, çox maraqlı mövzudur saatlar haqqında. Təməl belə deyəlim ki, Şokun təməlidir də. Yəni əslində
bunu belə deyərdim. Burada bu buraxılışda heyf eləməyək də. Çünki daha dərinə düşmək lazımdır həmin o ikonik modellərdən. Şokun belə deyərdim də, təməl daşları da həmin o 4 model. Bəli. O təməl daşların da əlbəttə ki, onlara 100% ayrıca bir buraxılışda, videoda yer vermək lazımdır. Ona görə bir yeni video təklifi də məndən olsun. Gələn videomuz ikonik style haqqında olsun. Çox qəşəng idi. Artıq qabağımızdakı buraxılışların beynimdə oturdu yerinə. Çünki o günkü buraxılış söhbətdə Xəlidin növdən təklif gəlmişdi ki, şərhləri oxuyaq və şərhlərə uyğun danışaq. Bir dənə mövzumuz da olacaq. Bu da əla mövzudur. Gələn mövzulardan birində bundan danışa bilərik. Çox sağ ol. Bizə çox belə maraqlı faktlar, məlumatlar verdiyin üçün. Mən də səndən öyrəndim. Bir-birimiz qarşılıqlı öyrənirik. Ona görə də qabağımızdakı buraxılışlarda 100% biz ikonik style haqqında danışmalıyıq. Hələlik gələn buraxılışlarda görüşənədir. Sağ olun.